Mövzumuz seleksiyadır. Seleksiya latın dilindən seçmə deməkdir. Seleksiya insanların praktik fəaliyyətinin nəticəsi kimi meydana çıxmış bir elm sahəsidir. Yəni insanlar təcrübələr apararaq, təcrübələr nəticəsində meydana çıxmış bir elm sahəsidir, təcrübələrə dayanan bir elm sahəsidir. Seleksiyanın banilərindən sayılan Vavilov deyirdi ki, seleksiyanı insan iradəsi tərəfindən istiqamətləndirilən təkamül prosesi olduğunu deyirdi. Yəni seleksiya insan iradəsi tərəfindən yaradılıb, insan istədiyi formada cinslər, sortlar yaradılıb və təkamülü həmin istiqamətdə yönəldirməyə çalışıbdır. Yəni insan iradəsi nəticəsində formalaşan bir elm sahəsidir. Və insanlar seleksiya nəticəsində bitki sortları, heyvan cinsləri və mikroorqanizmlərdə ştam alıblar. İndi baxaq görək bitki sortu, cins nə anlama gəlir? Yəni sistematik kateqoriyadakı yeri nədir? Bildiyimiz kimi bitkilərdəki sistematik kateqoriyanın növ, cins, fəsilə, sıra, sinif, şöbə, aləm, heyvanlarda növ, cins, fəsilə, dəstə, sinif, tip, aləmdir. Sistematik kateqoriyalardakı növdən kiçik anlayışdır sort anlayışı. Yəni seleksiya nəticəsində alınan sortlar sistematik kateqoriyadakı növdən kiçik anlayışdır. Amma məsələn gəlin baxaq necə alınıbdır bu. Bizim bildiyimiz kimi Aralıq dəniz sahillərində bitən yabanı kələm bitkisi var. Yabanı kələm bir növdür. Yabanı kələm. İnsanlar həmin yabanı kələmdən bildiyimiz kimi növ 2 adla adlandırılırdı. Yabanı kələm təbii halda bir növdür, təbiətdə özü bitir. Həmin kələmi götürüblər insanlar, çarpazlaşma, hibridləşmə nəticəsində kələmin müxtəlif sortlarını alıblar. Məsələn, ağbaş kələm, gül kələmi, Brüssel kələmi və s. Bu kələmin sortlarını artıq insanlar süni şəkildə alıblar. Təbiətdə bunlar düzdür, biz ağbaş kələmi becəririk, əkirik. Amma ilk əvvəllər təbiətdə getsə, siz vəhşi təbiətə baxsaq, ağbaş kələm, gül kələm yoxdur. Çünki insanlar bunları süni şəkildə alıblar. Hansı kələmdən? Yabanı kələm növündən alıblar. Deməli, insanların seleksiyadakı aldıqları sortlar sistematik kateqoriyadakı növdən kiçik anlayışdır. Heyvanlarda dedik ki, cinslər alıblar. Seleksiyadakı cins sistematik kateqoriyadan kiçik vahiddir, kiçik anlayışdır. Məsələn, burada da yenə baxsaq, ev iti bilirik ki, Canis familiarisdir. İnsanlar ilk əvvəl ev itini əhəlləşdirdilər və sonra çarpazlaşma, hibridləşmə aparıb nəticədə hal-hazırda bildiyimiz it cinsləri alıblar. Məsələn, buldoq, senbernard, xaski və s. it cinslərini insanlar süni şəkildə alıblar. Yəni təbiətdə buldoq, xaski özü yaranmayıbdı. İnsanlar yaradıblar bu canlıları. Ona görə də sistematik kateqoriyalardakı cins növdən böyük anlayışdır, amma seleksiyadakı cins növdən kiçik anlayışdır. Sonra da dedik ki, mikroorqanizmlərdə nələr alıblar? Ştam alıblar. Baxsaq, burada üzüm sortları. Əvvəlcə cır üzümün yabanı üzümdür. Ondan hal-hazırda gördüyümüz ağ şanı, qırmızı, qara şanı, şirvanşah sortu, bu üzüm sortlarını alıblar. Alma sortları da elədir, armud sortları da, yəni bitki sortları hal-hazırda istifadə etdiyimiz bütün bitkilərin demək olar ki, böyük əksəriyyətini insanlar süni şəkildə seleksiya nəticəsində alıblar. Eləcə də heyvanlardakı cinslər. Məsələn, burada gördüyümüz itlərin hamısını insanlar süni şəkildə alıblar. Bəs yaxşı, cins və sortun necə tərif verir? Deyirik ki, cins və sortlar insan tərəfindən süni sürətdə yaradılan, oxşar irsi xüsusiyyətlər daşıyan və müəyyən irsi keyfiyyətlərə malik olan, amma mühit şəraitinə uyğunlaşan heyvan və bitki orqanizmlərin cəmidir. Yəni, biz bu sortları, cinsləri alanda, yaradanda mütləq mühit şəraitini nəzərə almalıyıq. Çünki əgər biz hər hansı bir soyuq iqlim üçün bir meyvə yetişdiririksə, həmin soyuq iqlimdə yetişdirilən meyvə isti iqlimdə məhsul verməyəcək. Və yaxud da ki, isti iqlimin meyvəsini gətirib biz soyuq iqlimdə əksək bitər, amma məhsul verməz. Necə ki, biz bananı bəzək bitkisi kimi həyətlərimizdə əkirik, amma banan bildiyimiz kimi bizdə meyvə vermir. Yəni ki, biraz xırda balaca meyvəsi olsa da banan bitkisi yetişmir. Çünki hər bir bitkinin müəyyən bir ərazi üçün insanlar seleksiya nəticəsində alırlar. Eləcə də heyvanları da.
Deyir ki, cins və sortlar xarici mühitin təsirinə qarşı müəyyən reaksiya göstərmə xüsusiyyəti vardır və onların müsbət keyfiyyətləri müəyyən aqrotexniki şəraitdə, əlverişli iqlim amilləri olduqda, məlum yemləmə və saxlama şəraitində meydana çıxır. Yəni nə demək istəyir? Sən sort almısan və ya da cins almısan, amma sən ona yaxşı qulluq etməsən, yemləmə amillərini nəzərə almasan, saxlama şəraitini yaxşı qurmasan, onda istədiyin nəticəyə də gəlməyəsən. Nə olsun ki, yeni sort almısan, yeni cins almısan. Və Vavilov bayaq qeyd etdiyimiz kimi, Vavilov Rusiyada seleksiya elminin əsaslarını yaradanlardan biri olubdur. Və o, homoloji sıralar qanununun müəllifidir. Tanış olacaq homoloji sıralar qanunundan da. Bir də 40-dan çox ölkədə ekspedisiya apararaq hal-hazırda istifadə etdiyimiz bitkilərin mədəni mənşə mərkəzlərini tapıb və sistemləşməyində köməyi olan alimdir. Vavilov deyirdi ki, əgər bir seleksiyaçı işinin uğurlu olmasını üçün bu amilləri nəzərə almalıdır. Birinci, başlanğıc bitkilərin cins və sortlarının müxtəlifliyi. Yəni biz məsəl üçün Mendel Morganın təcrübələrinə baxsaq görərdik ki, Mendel noxud bitkisində 7 əlamət üzərindən təcrübə aparmışdır. Toxumun rəngi, forması, bitkinin meyvənin rəngi, forması, çiçəyin rəngi və yaxud da Morganın özü olsun, drozofil milçəklərində təcrübə aparar zaman fenotip müxtəlifliyinin çox olmağını əsasən üstünlük götürmüşdür. Eləcə də seleksiya nəticəsində də cins və sortlar, yəni heyvanların və bitkilərin cins müxtəlifliyi çox olanda seleksiya işi bir o qədər effektiv olur. İkinci, hibridləşmə zamanı irsən keçmənin qanunauyğunluqları, yəni burada Mendel-Morgan qanunları mütləq ki, nəzərə alınmalıdır. Dominant, resessiv əlamətlər. Üçüncü, öyrənilən əlamətlərin üzə çıxmasında mühitin rolu, bəli, mühit rolu qaçınılmazdır. Çünki hər hansı bir mühitdə məhsuldar olan bir heyvan və ya da bitki digər mühitdə məhsuldar olmaya bilər. Arzu olunan əlamətlərin möhkəmləndirilməsinə süni seçmənin formaları, biz bunlardan danışacağıq. Çünki süni seçmənin deyirik ki, kör təbii, metodiki, şuurlu, şuursuz, fərdi, kütləvi seçmə formaları var. Bir də irsi dəyişkənlikdə mutasiya, bəli, mutasiyada nəzərə alınmalıdır, qaçınılmazdır. Çünki bildiyimiz kimi ilk dəfə mutasiya elmə Hugo de Vries tərəfindən gətirilibdir və o təsadüfən təcrübə apardığı Enotera bitkisində, eşəkqulağı bitkisində ana fərddən yarpaqlarından fərqli yarpaq formaları olan yəni ki, fərdlərin gördü və ona görə də mutasiya termini elmə gətirdi. Hətta o dərsimizdə biz öyrəndik ki, qısa ayaqlı qoyun cinsi, taksa it cinsi də məhz mutasiya nəticəsində alınmış heyvanlardılar və insanlar həmin heyvanlar xoşlarına gəlib sonradan çoxaldıblar. Yəni mutasiyada nəzərə alınmalıdır ki, bu proses, yəni mutasiyada qaçınılmazdır bu işlərdə. Burada şəklə baxsaq, bayaq dediyimizə qayıtsaq, vəhşi qaya göyərçini bir növdür. Seleksiya nəticəsində burada gördüyümüz quşların hamısının cinslərini seleksiya nəticəsində alıblar. Bu bir növdür, 4 dənə cins var. Cır armud. Cır armud meşədə rast gəldiyimiz cır armud növdür. Ondan isə bu sortları alıblar. Klapan sevgilisi, Qafqaz armudu, Düşes, Noyabr armudu, bunlar hamısı sortlardır. Burada bir növ və 4 dənə də sort var. Biz seleksiyanın metodlarından danışanda biz kitabımızda verilən bir çox metodlar var, amma əslində kitabımızda verilən əhliləşdirmə, mədəniləşdirmə, süni seçmə, hibridləşmə, çarpazlaşma və mentor üsullarından sizlə danışacağıq. Birinci mərhələdə, seleksiyanın birinci mərhələsində əhliləşdirmə və mədəniləşdirmə aparılıbdır. Yəni, insanlar ilk mərhələlərdə vəhşi heyvanların əhliləşdiriblər, yabanı bitkiləri mədəniləşdirib, mədəni formalara çeviriblər. Və bu zaman bu proseslərin ilkin mərhələsində ciddi dəyişkənliklər baş veribdir. Yəni, bu cır armuda baxsaq, hal-hazırda işləyərik ki, bu Düşes, Noyabr armudu bu cır armududan alınıbdır. Yəni ki, heç bir yaxından uzaqdan sanki heç bir əlaqəsi yoxdur. Amma halbuki bu cır armud, bu armudlar bu cır armuddan alınıbdır. Yəni nə oldu? Ciddi dəyişkənliklər əmələ gəldi və nəticədə stabilləşdirici təbii seçmənin təsiri zəiflədi. Yəni biz bilirik ki, təbii seçmənin formalarından biri stabilləşdirici seçmədir. Stabilləşdirici seçmədə bizə deyirdi ki, dəyişməyən mühit şəraitində forma stabil qalır, dəyişmir. Amma biz burada dəyişdirdik formanı, stabil olmadı ki və vəhşi qaya göyərçinindən belə lələkli, rəngarəng göyərçinlər aldıq. Deməli, biz formanı stabil saxlamağa qoymadıq, dəyişdirdi. Yəni, stabilləşdirici seçmənin təsirini biz nə etmiş olduq? Zəiflətmiş olduq. Yəni, biz izləmirik. Seleksiya nəticəsində bu proses belə həyata keçirilir.
Sonraki metodlardan süni seçmə haqqında danışsaq, süni seçmənin iki forması var. Kör təbii, şuurlu, şuursuz və metodiki şuurlu seçmə. Kör təbii seçmə adından da görüldüyü kimi, yəni necə oldu aparılan, yəni qarşı heç bir məqsəd qoyulmayan, formasına, böyüklüyünə görə seçilən bir seçmə, süni seçmə formasıdır. Amma metodiki artıq şuurludur. Artıq insan nə istədiyini qarşısına məqsəd qoyubdur. Və bunu da iki istiqamətdə aparır, fərdi və kütləvi formada. Fərdi seçmədə nəslin genotipi nəzərə alınır. Kütləvi seçmədə isə nəslin genotipi nəzərə alınmır. Biz testlərdə çox qarşımıza gəlir ki, hansı bitkilərə fərdi seçmə tətbiq olunur, hansı bitkilərə kütləvi. Biraz burada qarışdırırıq. Öz-özünə tozlanan bitkilərə və heyvanlara fərdi seçmə tətbiq olunur. Amma çarpaz tozlanan bitkilərə isə kütləvi seçmə tətbiq olunur. Taxıllar fəsiləsindən baxsaq, çünki testlərdə ən çox bunlar gəlir. Taxıllar fəsiləsindən buğda, arpa, vələmir, yəni 6-cı sinifdən yadımıza salsaq, öz-özünə tozlanan bitkilər, hətta burada taxıl olmayan bitkilərdən noxudu yaza bilərik ki, bu bitkilərdə biz fərdi seçməni aparırıq. Bir də heyvanlarda. Amma taxıllar fəsiləsindən olan, məsələn, çovdar, qarğıdalı, bunlar çarpaz tozlandığına görə bunlarda kütləvi seçmə tətbiq olunur. Burada bir söz işlənilir ki, nəslin genotipi nəzərə alınır. Nəslin genotipi nəzərə alınır necə başa düşək? Məsələn, noxud bitkisi üzərində təcrübə aparan Mendelin təcrübələrini yadımıza salsaq, Mendel istədiyi kimi noxudu çarpazlaşdırırdı. Genotipini istədiyi kimi dəyişə bilirdi. Yəni əvvəlki birinci çarpazlaşmada birinci qanunu da necə eləmişdi? Sarı noxudları yaşıl noxudlarla çarpazlaşmışdı. Yəni sarı noxudla erkəkçiyini kəsib onu yaşıl noxudla çarpazlaşdırmışdı və birinci nəsildə ancaq sarı noxudlar almışdı və biz deyirdik ki, Mendel burada F1 nəslində deyirdi ki, birinci qanun özünü doğrultmuşdu. Sonra icazə verdi ki, bunlar öz-özünü tozlandırsınlar. Yəni burada süni apardı da bu çarpaz tozlanmanı, özü idarə elədi. Amma biz çovdarda özü idarə eləyə bilmirik axı çarpaz tozlanmanı. Çünki çovdar çarpaz tozlanan bitkidir. Burada biz bunu süni olaraq idarə eləyə bilirik. Burada isə öz-özünə tozlanmaya icazə verdi və istədiyimiz genotipdə, yəni Mendelin istədiyi genotipdə formalar alındı, onların genotipini sonra analiz edici çarpazlaşmadan tapdı Mendel. Yəni biz bunu, yəni nəslin genotipini öz-özünə tozlanan bitkidə və heyvanda biz bunu idarə edə bilirik. Amma çarpaz tozlananlarda kənardan bura tozcuq gəldiyinə görə biz burada yeni yaranacaq fərdin hansı gen daşıyacağını, yəni gələn tozcuğun hansı genotipdə olduğunu bilmirik. Çünki bir bitkiyə, tutaq ki, 2 dənə çovdar bitkimiz var. Bir bitkiyə düşən, gələn tozcuq, məsələn, böyük ya ola bilər. O birisi bitkiyə gələn tozcuq böyük ya kiçik ola bilər. Biz bunu idarə etməkdə çətinlik çəkirik. Ona görə də biz deyirik ki, nəslin genotipi nəzərə alınmır kütləvi seçmədə, nəslin genotipi nəzərə alınır isə fərdi seçmədə. Və çovdarın viatka sortu məhz kütləvi seçmə nəticəsində alınıbdır. Sonraki üsullarımızdan hibridləşmə, çarpazlaşmadır. Əslində bu metodların hamısı, yəni hibridləşmə, çarpazlaşma, seçmə formaları eyni anda tətbiq olunan bir formalardılar. Belə arda-arda deməyimizə baxmayaraq. Hibridləşmə və ya da çarpazlaşmadır. Biz bunu iki formada deyirik. Qohum çarpazlaşma, doğum olmayan çarpazlaşma. Bayaq qeyd etdik, öz-özünə tozlanma. Yəni öz-özünə tozlandırırıqsa, biz artıq burada məsələn öz-özünə tozlandırıb Mendel süni seçmə aparırdısa, burada istədiyi formaları alırdısa, artıq bunu nə çarpazlaşma adlandırırdıq? Qohum çarpazlaşma. Heyvanlarda isə buna inbreeding deyirlər. Bunu necə başa düşək? Deyək ki, bizim bir ərazimiz var və həmin ərazimizə biz qoyun saxlamaq qərarına gəlirik. Və həmin ərazimizdə, yəni bu qoyunun hər hansı bir əlamətinə görə də saxlaya bilərik. Ya tükünün rənginə görəmi, və ya da süd vermə əlamətinə görəmi? İlk başda deyək ki, bu əraziyə bir dişi qoyun və bir erkək qoyun gətirib saxlayırıq. Həmin əraziyə başqa bir qoyunlar giriş-çıxış edə bilmir. Bu qoyunlar öz aralarında çarpazlaşırlar. Əlbəttə ki, bunların çoxlu sayda balaları dünyaya gəlir və bu balalardan birinci nəsildə artıq bu ailə sayılır, düzdürmü? Və bu ailə artıq çoxalmağa başlayır. Və çoxalan zaman artıq çarpazlaşma necə gedir? Bacı-qardaş
ata qız, ana oğul arasında çarpazlaşma gedir və nəticədə inbreeding adlanan çarpazlaşma forması, yəni ailə daxili, yəni qohum çarpazlaşma özünü göstərir. Alimlər, yəni seleksiyaçılar daha doğrusu bu qohum çarpazlaşmanı saf xətt almaqdan ötürü aparırlar. Saf xətt almaqdan ötürü çoxsan aparırlar. Çünki biz əvvəlki dərslərimizdə də qeyd edirdik ki, öz-özünə tozlanma, inbreeding ziyanlıdır. Niyə? Öz-özünə tozlanan bitkilərdə cırlaşma gedir. Heyvanlarda da öz-özünə əgər bu ailəyə kənardan heç bir gen daxil olmasa, get-gedə yəni nəsildə xəstəliklər arta bilər. Çünki resessiv mutasiyalar üzə çıxma ehtimalı çoxalır. Amma bu çarpazlaşmanı seleksiyaçılar məhz saf xətt almaqdan ötürü aparırlar. Saf xətt nədir? Biz genetikada saf qamet anlayışını eşitmişdik. Saf qamet deyək ki, yazdım. Homozigot, heterozigot və resessiv dominant, resessiv homozigot formalar. Deyək ki, bunlar qamet verəndə, məsəl üçün, böyük ya, kiçik ya qamet verir. Bu qametlər hamısı safdır. Yəni, loru dildə desək, hər qametə bir hərf düşübdür. Amma, yəni, bu diploid bir canlı üçün keçərlidir. Amma mən bunu tetraploid canlı üçün yazsam, tetraploid canlıda artıq bu 2 dənə A yox, 4 dənə A olasıdır və qametə 2A birlikdə düşəsidir. Artıq bu saf qamet deyil. Yəni, saf qamet anlayışı qametlə əlaqəlidir. Amma saf xətt anlayışı isə artıq, bax, bunlar saf xəttdirlər. Artıq, yəni, ya böyük ya olsun, dominant əlamət ya da resessiv əlamətin 2 eyni alleli olsun. Bunlar artıq saf xəttdirlər. Bu saf xətt sayılmır. Məhz biz qohum çarpazlaşmanı ona görə aparırıq ki, bizə saf xətt lazımdır. Sonraki çarpazlaşmanı 2 saf xətt arasında çarpazlaşma aparmaqdan ötürü lazımdır saf xətti. Məsələn, deyək ki, hər hansı bir bu saxladığımız qoyunun tüklərinin rənginə görə saxlamışıq biz. Tüklərin rəngi qoyunlarda böyük ya qara rəng dominant əlamətdir. Balaca A, yəni ki, ağ əlamət isə resessiv əlamətdir. Deyək ki, bizim burada ağ qoyunlar almaq fikrimiz var, amma bizim burada saxladığımız qoyunlar deyək ki, qara qoyunlardılar. Və biz bu qara qoyunları heterozigot formada da ola bilər, dominant homozigot formada da ola bilər, çarpazlaşma aparırıq. Və biz burada çarpazlaşma aparanda əlbəttə ki, ağ forma birinci mərhələdə çıxmayasıdır. Ta ki, o zamana qədər biz çarpazlaşma aparırıq ki, bizim üçün ağ tükü olan qoyunlar meydana gəlsin və ağ tükü qoyunlar alana qədər biz bu çarpazlaşma aparıb, bax, artıq bu biz saf xətti almış oluruq. Və yaxud da ki, qara qoyunu istəyirik, qara qoyunun saf xəttini almaqdan ötürü isə, bax, bu qara qoyunun saf xəttidir. Yəni, yenə də qeyd edeyim ki, qohum çarpazlaşmanı ancaq saf xətt almaqdan ötürü çarpazlaşma aparırlar. Qohum olmayan çarpazlaşmanın isə növ daxili, növ arası və cins arası formaları da var. Növ arası və cins arasına uzaq hibridləşmə də deyilir, uzaq çarpazlaşma. Növ daxili qohum olmayan çarpazlaşma zamanı, yəni bir növün daxilində aparılıbdır. Artıq burada bir ailə deyil, məsələn, fərqli, məsələn, deyək ki, buradakı qoyunları bir başqa bir qoyunlarla çarpazlaşdırması keçirilsə, artıq məsələn 2 ailə fikirləşək burada. 2 ailə arasında, bu 2 ailə arasında ayrı-ayrı bir qoyun ailələri olsun, onlar arasında çarpazlaşma artıq növ daxilidir. Qohum deyil, çünki bunlar bir-birlərindən qohum deyillər. Qohum olanlar, bax, bunlar idilər. Birinci yerdə saxladığımız bir-birlərindən qohum idilər. Amma ikinci yerdə saxladığımız qohumlar, fərqli qoyunlar, fərqli əlamətli bir qoyunlardır və hətta ki, eyni əlamətli qoyunlar da ola bilər. Sadəcə olaraq, yəni bunlar bir-birlərindən qohum sayılmırlar. Növ daxili çarpazlaşmanın zamanı alınan canlılardan kitabımızda Kalmık Jersey qaramalı verilibdir. Berkshire Askania donuzu, Askania rambulesi merinos zərif yunlu qoyundur. Və bir də Rusiyada Orlov löhrəm at cinsinin alınmasını verilib ki, bu da bizdə testlərdə çox soruşulan bir suallardandır. Deyək ki, necə alınıbdır Rusiyada Orlov löhrəm at cinsi? Ərəb mini atının ayğırı erkəyə deyirlər. Çarpazlaşdırıb Danimarka yük atının madyanı ilə.
Fikir versəz buna növ daxili dedim. Bax bu da atdır, bu da atdır da. Yəni nə olsun ki, biri ərəb mini atıdır, biri Danimarka yük atıdır. Bunların hamısını istəyir ərəb mini atı olsun, istəyir Danimarka yük atı cinsi olsun. Bunları insanlar süni şəkildə alıblar. Bunlar təbiətdə öz başlarına var olan atlar deyillər. Biz bilirik ki, 6-cı sinifdə də biz oxumuşduq ki, atların əcdadları tarpanlar və Prejvalska atları olubdu ki, oradan əhliləşdiriblər insanlar atları. Və bu gördüyümüz atlar bax burada Qarabağ atıdır, Ərəb atıdır, Vladimir atı, Dilboz və s. atlar bunlar hamısı insanlar tərəfindən süni şəkildə alınmış atlardılar. Yenə də yəni at cinsi ilə at cinsidir də, fərqli cinslər deyillər ki. Bunlar öz aralarında çarpazlaşdıranda ona növ daxil olur. Eyni növün aralarında çarpazlaşma aparıblar. Və nəticədə müəyyən hibridlər alınır. Yəni yeni hibrid at alınır. Həmin hibridlərin erkəklərini götürürlər. Bu səfər həmin hibridləri Hollandiya löhrəm atın dişiləri ilə çarpazlaşdırırlar. İkinci mərhələdə. Bu birinci mərhələ idi. Bu isə ikinci mərhələdir. Və nəticədə alınan hibridlərin bir neçə dəfə seleksiyası nəticəsində Orlov löhrəm at cinsini almış olurlar. Və eləcə də Azərbaycanda bax Qarabağ atı, Ərəb atıdır, Dilbozdur, məsəl üçün Axaltəkə atıdır. Bu atlar hamısı növdaxili çarpazlaşma nəticəsində alınmış at cinsləridir. Növ daxili çarpazlaşma da daxili sözündən yadımızda saxlayaq ki, yəni bu uzaq deyil. Amma arası sözü varsa, növ arası, cins arası artıq bu uzaq hibridləşmədir. Düzdür, qohum olmayandır, amma uzaq hibridləşmədir ki, burada da verilibdir ki, uzaq hibridləşməyə məsələn bitkilərdəki uzaq hibridləşmələr və heyvanlardakı uzaq hibridləşmələr nəticəsində alınan canlılar. Məsələn, buğda, çovdar. Bildiyimiz kimi buğda ayrı növdür, çovdar ayrı növdür. Fərqli növlərdirlər bunlar. Və bunlardan tritikali alınıbdır. Turp kələmdən kohlrabi kələmi alınıbdır. Turp ayrı, düzdür, hər ikisi xaççəhlər fəsləsinə aid növlərdirlər. Amma turp ayrı növdür, kələm isə fərqli növlərdirlər. Kələmlə kələmi çarpazlaşdırmayıblar ki, deyək da turpla turpu. Turpla kələmi çarpazlaşdırıblar. Ona görə bunları biz növ arası və ya da cins arası deyəcəyik. Buğda ayrıqotu. Bunlar da məsələn buğda mədəni bitkidir, ayrıqotu yabanı bitkidir və çoxillik buğda alıblar. Yəni çoxillik buğda, bir var 1 illik buğda. Biz bilirik ki, biz buğda 1-ci ili səpilir, sonra isə yığılır. Ya yazlıq buğda var, ya payızlıq buğda var. Amma çoxillik buğdada isə daima özü yəni daima deməyim, yəni ki, əlbəttə ki, sonsuza qədər olmaz. Müəyyən bir il ərzində, məsələn 3 ilmi, 5 ilmi özü məhsul verir, özü düşür, özü yəni ki, torpaqdan kökü qalır və gələnli yenidən əkilməyə ehtiyac yoxdur. Amma məhsuldarlığı elə də çox olmur bunun, çünki sonradan məhsuldarlıq yavaş-yavaş aşağı düşməyə başlayır. Aha, sonra heyvanlardan bir güvənli dəvə, 2 güvənli dəvə. Bir güvənli dəvənin belində bir güvən olur, 2 güvənli dəvənin belində 2 güvən hürgüc də deyirik də buna. Bunların çarpazlaşmasından alınan dəvələrə belləri bu cür olur. Sonra merinos və arxar. Bax, merinosun başında ulduz işarəsi var. Merinos kitabın arxasında da sözlükdə də var. İnsanlar tərəfindən alınmış zəif yunlu qoyundur. Bunu insanlar süni şəkildə alıbdır, bu cinsdir. İnsanlar tərəfindən alınan cinsdir. Arxar isə növdür. Arxar təbiətdə var olan dağ qoyunlarının bir növüdür ki, arxarla merinosu, arxar merinosu, yəni güclü və zəif tükü olan bir qoyun yaradıblar ki, burada da arxar merinosun şəkli var. Bax, bu arxar merinosun şəkli o Ascania rambulesidir. Arxar merinosun şəklini göstərərəm. Aha. Sonra atla eşşəkdə. At ayrı növdür, eşşək isə ayrı növdür. Atla eşşəkdən cinsləri eynidir bunların və nəticədə nə alıblar? Qatır alıblar. Məsələn, qatırda atın gücünü götürüblər, eşşəyin isə işləmə qabiliyyətini. Sonra yak, yəni vəhşi halda təbiətdə olan bir canlıdır. Qaramala bənzər, iri buynuzlu qaramal, yəni inək falan. Bunların çarpazlaşmasından qayta qalıblar. Bunların dişləri döllüdür. Ağ balıqla cökə, bunlar nərə dəstəsinə, daha doğrusu nərəkimlər dəstəsinə aid olan balıqlardılar və bunların balıqların çarpazlaşmasından isə Bester adlanan balıq alıblar. İndi burada nə var? Uzaq hibridləşmə zamanı alınan bu gördüyümüz bəzi canlılar, yəni bir ikisi istisna olmaqla, istəyir bitkilərdə, istəyir heyvanlarda alınan canlılar dölsüz olurlar. Dölsüzlük nə deməkdir? Yəni bunların balaları olmur və yaxud da ki, toxumları olmur. Və bu dölsüzlüyü
aradan bitkilərdə qaldırırlar. Amma heyvanlarda dölsüzlüyü aradan qaldırmaq olmur. Çünki bitkilərdə dölsüzlüyü aradan qaldırmaqdan ötürü Karpachenko metodu ilə tanış olacaq ki, xromosom saylarını dəfələrlə 1-2 dəfə artıraraq dölsüzlüyü aradan qaldırmaq olur. Amma heyvanlarda xromosom sayını artırmaq artıq o heyvanın ölümü ilə nəticələnə bilər. Ona görə bu heyvanlarda mümkün olmur dölsüzlüyü aradan qaldırmaq. Bir də heterozis effektindən danışmaq istəyirəm ki, heterozis effekti 2024-cü ildə də qəbula düşmüş suallardandır. Heterozis effekti nədir? Heterozis effekti istəyir növ daxili qohum çarpazlaşmada, istəyir qohum olmayan çarpazlaşmada, növ daxilində, cinslər arası, növ arası bütün çarpazlaşma formalarında heterozis effekti özünü göstərir. Heterozis effekti o deməkdir ki, birinci nəsildə bol məhsul almaq. İstəyir heyvanlarda, istəyir bitkilərdə məhsuldarlığın yüksək olduğu pik nöqtəsidir heterozis effekti. Yəni, tutaq ki, biz burada qohum çarpazlaşma aparırıq, öz-özünə çarpazlaşma aparırıq. Burada birinci saf xətti aldıq. Burada qoyunları da deyək ki, məsələn, buradakı qoyunu mən tükünün rənginə görə çarpazlaşdırırdım. Burada isə tutaq ki, məsələn, buynuzu olub-olmadığına görə çarpazlaşma aparıram və ya da sütü bol versin, verməsinə ona görə çarpazlaşma aparıram. Və buradan aldığım saf xətti, buradakı saf xəttlə, yəni ikincidəki, deyək ki, birincidəki saf xəttlə, ikincidəki saf xəttləri artıq birinci saf xəttlə ikinci saf xətti çarpazlaşdıranda artıq burada istədiyim rəngli və buynuzlu qoyunlar almış oluram. Məsələn, bayaqlarım ağ qoyun istəyirdim və buynuzu olan qoyun olsun. Bizdə qoyunlarda məsələn buynuzluq əlaməti, buynuzsuz əlamətlərin də dominant və ya resessiv olduğunu bilirik. Ona görə birinci nəsildə mənim alacağım buradakı hər hansı bir qoyun heterozis effektinə malik olur və istədiyim effektdə olan bir canlı olur. Amma sonradan bu effekt yavaş-yavaş çarpazlaşdıqca bu effekt getdikcə itməyə başlayır, itir, zəifləyir. Niyə? Çünki heterozis effekti birinci nəsildə daha bir özünü biruzə verir. Və yaxud da ki, növ daxili çarpazlaşma olsun. Burada indi qalmıq qara malda, donuzlarda, merinos qoyunlarda və yaxud da atlarda fərqi yoxdur. Hansı çarpazlaşmada olur olsun, istədiyimiz əlamət birinci nəsildə daha çox özünü biruzə verir. Eləcə də bu uzaq hibridləşmə zamanı. Amma uzaq hibridləşmə zamanı heterozis effekti heyvanlarda itmir. Çünki qatırın balası yoxdur, Bester kürü tökmür, arxar merinosun balası yoxdur. Çünki həmin o pik hədd elə qatırdaca qalır. Deyək ki, qatırın balası əgər olmuş olsaydı, bu arada qatırın dişisi də olur, erkəyi də olur. Qatırın balası olmuş olsaydı əgər, dölsüzdür, bu süni şəkildə, atla eşək təbiətdə çarpazlaşmır. İnsanlar bunu süni şəkildə çarpazlaşdırırlar. Və ya da merinosla arxarı da. Əgər qatırın balası olmuş olsaydı, qatırın balası belə deyək ki, loru dildə özündən az işləyi olardı. Və yaxud da onun balası ondan az işləyi olardı. Get-gedə istədiyimiz əlamət sonraki nəsillərdə itəcəkdir. Çünki, yenə də təkrarlayıram, heterozis effekti birinci nəsildə özünü göstərir. Balası olanlarda heterozis effekti getdikcə zəifləyir. Balası olmayıb, toxumu olmayanlarda isə heterozis effekti olduğu kimi qalmış olur. İndi isə biz bayaq da qeyd etdiyimiz kimi bu canlılarda, yəni bitkilərdə dölsüzlüyün aradan qaldırılmasından Karpachenko üsuluna baxaq. Deyirdi ki, Karpachenko 1924-cü ildə Karpachenko, yəni rus alimi Karpachenko turpla kələmin hibridini alıbdır. Turpla kələmin hibridi kohlrabi kələmidir, bu bildiyimiz kimi. Turp ayrı növdür, kələm ayrı növdür. Və onları çarpazlaşdırıb. Yəni əlbəttə ki, çarpazlaşmanı yəni bildiyimiz kimi tozlanma və s. aparırlar. Çarpazlaşdırıbdır və çarpazlaşma zamanı burada götürülən turpun xromosom sayı 2n18-dir, yəni diploid xromosomu. Kələm də diploid xromosom sayı 18-dir və qametləri 9-9-dur. Bu, yəni bərabər olmayan bitkilər də ola bilər. İndi burada siz bunları bərabər sayda görüb elə bilərsiniz ki, həm mütləq ki, bərabər sayda olmalıdır hər ikisinin xromosom sayı. Xeyr, bu təsadüfdən belə olubdur. Və çarpazlaşma nəticəsində 2n bərabərdir 18 olan turp kələm hibridi, yəni kohlrabi kələmi yaranıbdır. Kohlrabi kələmi dölsüz olubdur. Yəni toxum əmələ gətirməyib, mayalanma gedib qamet əmələ gətirə bilməyibdir. Bəs bu kohlrabi kələminin dölsüzlüyünü aradan götürmək üçün nə edibdir? Hibridlərə kolxisin maddəsi ilə təsir göstəribdir. Yəni kolxisin maddəsi ilə təsir göstərib və xromosom sayını, DNT-nin ikiləşməsinə
səbəb olubdur və xromosom sayını 2 dəfə artırıbdır. İndi baxaq görək bu proses necə gedibdir. Deyək ki, bu bizim olsun Kohlrabi kələmimiz, yəni 2n bərabərdir 18. Onun 9 xromosomu, deyək ki, 1, 2, 4, 5, 6, 7, 8, 9. 9 xromosomu turpundur. 18-in 9-u bədənindəki 18 xromosomdan 9-u turpdan gələndir. Bax, budur xromosomdur. 9 xromosomu isə kələmdən gələn xromosomdur. Və meyoz prosesdə bildiyimiz kimi qamet əmələ gəlməlidir, düzdürmü? Meyoz nəticəsində qamet əmələ gələn zaman bu bitkilərin də qameti nə zaman olur? Yumurta hüceyrə, yəni yumurtacığın içərisində yumurta hüceyrə və yaxud da ki, tozcuqda spermatozoid, yəni bu cür əmələ gəlir də bunların da qameti. Qamet əmələ gələn zaman meyoz prosesdə xromosomlar arasında konjugasiya Krasin-Gover baş verməlidir. Siz bilirsiniz ki, meyozun birinci profazasında. Bu turpla kələm fərqli növlər olduğuna görə bunlar homoloji xromosom cütü yaratmırlar. Və ona görə də meyoz proses getmədiyinə görə Krasin-Gover də getmir və qamet də əmələ gəlmir. Və Karpachenko-Kolxisin zəhəri ilə təsir göstərərək əvvəlcədən həmin bu xromosomların sayının ikiləşməsinə səbəb olur. Yəni ki, vətər tellərini də artırır və xromosomları homoloji cütlərinin, yəni DNT-nin özünü ikiləməsinə şərait yaradır. Və nəticədə kələmin xromosomları özünü ikiləyir, qarşısında homoloji cütünü yaradır və kələmin də xromosomları ikilənir, DNT-si ikiləşir və qarşısında öz homoloji cütünü yaratmış olur. Nəticədə artıq bunlar arasında Krasin-Gover konjugasiya prosesi gedir və nəticədə onda 2 dəfə artıranda xromosom sayı 18 idisə, artıq 2 dəfə artıb olur 36. Və bu tərəfdən də 4n bərabərdir 36 olan, 4n bərabərdir 36 olan yeni bir yəni hibridimiz olur. Yenə də Kohlrabi kələmdir, yenə də hibriddir. Sadəcə olaraq xromosom sayı 2 dəfə artmış və Karpachenko metodu tətbiq olunmuş bir hibrid alınır. Testlərdə də qarşımıza düşür ki, Karpachenko metodu tətbiq olunmayan hibridin xromosom sayı 18-dir. Karpachenko tətbiq olunan hibridin isə xromosom sayı 4n-i 36-ya bərabər olmuş olur və burada da xromosom dəstini 2 dəfə artırmış oldu. Bayaq göstərmək istədiyim bu şəkil idi. Arxarla merinosdan arxar merinos alıblar. Yəni arxar vəhşi dağda yaşayan qoyun növüdür. Merinosu zəif yunludur. Fikir verirsiniz, yununa görə alınırlar merinosu. Və güclü və zəif yunlu arxar merinos qoyunları alıblar cinsi. Sonra burada ağ balıqla cökədən bester, yakla iri buynuzlu qaramaldan qaytaq alınıbdır. Bir də sonuncu üsulumuz mentor üsuludur ki, buna hibridlərin tərbiyələndirməsi də deyirlər. Ki, bunu da Miçurin tərəfindən aparılıbdır. Miçurin bildiyimiz kimi, o da yenə rus seleksiyaçıdır və bitkilər üzərində seleksiyana məşğul olubdur. Deməli, Miçurinin qış beresi adlı armud sortu var və Befler Kitayka alma sortu var. Qış beresi armud sortunu alan zaman Miçurin fransız ata olaraq, yəni erkək bitki olaraq fransız armud, Bere Royal sortdur. Bu sort insanlar tərəfindən alınan sortdur. Yabani usurə cır armudu şimal növüdür. Bu növdür, yəni təbiətdə var olan növdür. Yəni ana bitki kimi yabani usurə cır armudunu, ata bitkisi isə cənub sortunu götürüb və qış beresi armud sortunu alıbdır. Niyə? Məqsəd nə idi? Çünki Miçurin Rus alimi idi və soyuqda, Rusiya ərazisi soyuq ərazi olduğuna görə o soyuqda bitə biləcək şirin dada malik meyvə sortları yetişdirməyə çalışırdı ki, bunlardan biri armud sortları, digəri isə alma sortu, məsələn, Befler Kitaykadır. Burada Befler Kitaykanı alan zaman hibridlərin tərbiyələndirməsi mentor üsulundan istifadə elədi. Və Befler Kitayka alan zaman yenə də ana bitki kimi sarı Befler, yəni şirin dada malik olan almanı götürdü. Ata bitki kimi isə bu da sortdur, Kitayka da sortdur, amma tuş sortdur. Və bu iki bitkini calaq üsuluna aparıb Befler Kitaykanı aldı. İndi bu calaq üsulunda necə apardı? Deyək ki, calaq üsulunda biz bilirik ki, 6-cı sinifdən keçmişik ki, calaq altı və calaq üstü var. Calaq altı kökü torpaqda olan bitkidir.
burada kitayka ata bitkini calaqaltı, yəni cır bitki kimi götürdü. Və kitaykanın çətirinə sarı beflerin ananın zoğlarını calaq elədi. Və calaq zamanı istədiyi kimi, düzdür, deyir ki, calaqaltı, deyir ki, davamlılığı artırmaq məqsədilə həm calaqaltı, həm də calaqüstü kimi istifadə etdi. Nədən? Anadan, sarı beflərdən istifadə etmişdi. Burada ilk ildə alınan almalar iri olsalar da şirin dada malik olmadılar. Yenidən ana sarı beflerin yenidən zoğlarından istifadə edərək, bax bu birinci zoğların üstünə yenidən calaq apardı. Yenidən bunun çətirinə, rəngi özüm eyni götürmüşəm ki, yəni bilin ki, bu bənövşəyi rəngdə gördüyüm rəng sarı befler ananın rəngidir. Yəni yenidən bu calaq olunmuş, burada calaq hissədir, bu da calaq olunmuş hissədir. Ananın zoğlarını bunun üzərinə yenidən calaq apardı və nəticədə artıq burada aldıqları alma iri və şirin dada malik oldu. Onda deyirik ki, biz burada Miçurin calaq ana bitkini həm calaqaltı kimi, həm də calaqüstü kimi istifadə etdi və bura hibridlərin tərbiyələndirilməsi, dominantlığın idarə olunması da deyə bilərik biz buna. Bu üsuldan istifadə edərək sarı befler kitayka alma sortunu almış oldu. Və burada da qeyd olunubdur ki, cənub sortu olan beflerin meyvələri şirin dadı, şirin idi, ancaq Sibirin sərt iqlimində yaşaya bilmirdilər. Sibir sortu olan kitayka isə soyuğa davamlı idi, məhsuldar olsa da meyvələri kiçik turş idi. Hibridləşmə zamanı alınan bitkilərin meyvələri birinci də turş oldu, yəni burada alınan meyvələr turş oldu. Ona görə də bu əlaməti qaldırmaqdan ötürü sarı beflerin çətirinə sarı beflerdən götürülmüş qələmlər calaq edildi. Yəni bura yenidən sarı beflerdən götürülmüş qələmlər calaq edildi və nəticədə əmələ gələn meyvələr artıq istədiyi kimi soyuğa davamlı və şirin meyvələr olmuş oldu. Və bu üsulla yalnız vegetativ çoxalmada istifadə olunur, çünki toxumla çoxalma zamanı bu əlamətlər itmiş olur. Bir də yenə də mühit şəraitinin altından xətt çəksə, yenə də deyək ki, dönə-dönə ki, orqanizmin fenotipi və genotip və mühit şəraitindən asılıdır. Yəni mühiti yenə də seleksiya işlərində də mühiti mütləq nəzərə almaq lazımdır. Mühit şəraitini dəyişməklə orqanizmləri və onların xüsusiyyətlərini də dəyişmək mümkündür. Və Miçurin təcrübələr nəticəsində bildi ki, hibridlərdə bu qənaətə gəldi ki, hibridlər əlaməti xarici mühitdən yalnız inkişafının ilk mərhələsində asılı olurlar. Sonrakı illərdə artıq öz inkişafı üçün əlverişli şəraitə rast gəlirlər. Yəni birinci ildə ətraf mühitdən asılı olurlar. Sonrakı illərdə artıq o birinci ildə hansı əlaməti qazanıbsa, onu sonrakı illərdə də davam etdirir. Bir də Vavilov haqqında danışanda qeyd etmişdik ki, Vavilovun homoloji sıralar qanunu var və Vavilov mədəni mənşə mərkəzlərini araşdıran zaman belə bir nəticəyə gəldi ki, irsi dəyişkənlik homoloji sıralar qanunu yaratdı ki, genetik cəhətdən yaxın olan növ və cinslərdə oxşar irsi xüsusiyyətlər özünü göstərə bilər. Yəni nə demək istəyir? Eyni fəsilənin nümayəndələri olan arpa, çovdar, darıda baş verən bir dəyişkənlik, arpada, çovdarda, darıda baş verən dəyişkənlik məsələn buğda da özünü göstərə bilər. Mütləq deyil ha. Yəni sadəcə demək istəyir ki, buğdada hər hansı bir irsi əlamət dəyişkənlik meydana çıxarsa, biz bunu arpada da rast gəlmə ehtimalımız ola bilər, çovdarda da və yaxud da testlərdə qarşımıza gəlir ki, məsəl üçün almada baş verən bir dəyişkənlik armudda müşahidə oluna bilərmi? Bəli, çünki hər ikisi gülçəklər fəsiləsinin nümayəndəsidir. Amma almada baş verən hər hansı bir dəyişkənliyi biz şam ağacında müşahidə edə bilmərik. Çünki alma örtül toxumlara, şam isə çılpaq toxumlara aid bir bitkidir.